Bəli yoldaşlar, başqa bir qəbul tipli sualla qarşınızdayıq. Bizə deyir ki, M parametrinin hansı qiymətində kəsri ixtisar olunandır. Kəsrin ixtisar olunması üçün məxrəcin mən həm də sürətdə görməliyəm, düzdürmü? Yəni bu məxrəcdən sürətdə də olmalıdır ki, o zaman mən x-3-ü burada nəyinəsə ixtisar apara bilim. Baxın, yuxarıda bir kub tənlikdir. Aşağıdakı x-3 yuxarıda vardısa əgər, deməli bunun vuruqlarından biri x-3, hər hansı bir də px-dir. Düzdür? Biz nə deyirik? Vuruqlarından biri x-3-dürsə, deməli bu 3 bunun köklərindən biridir. Tənliyin kökü tənliyi sıfıra çevirən qiymət olduğundan, deməli, bunun kökü əgər 3-dürsə, mən burada x-nin yerinə 3 qoysam, mən bunu sıfıra çevirə bilərəm. Aparıb yazıram, 3-ün kubu üzərinə gəlsin, 3m çıxılsın 12 bərabərdir 0-a, 27 çıxılsın 12 üzərinə gəlsin 3m bərabərdir 0, 27-dən 12-ni çıxanda necə edir? 15 bərabərdir 3m atıram sağa, mənfi 3m-ə, deməli, m də nəyə bərabər buradan? Mənfi 5-ə. Bu qədər sadə.